Keçən dəfə TikToka ekran sürəniz çox olsun. Baxın, məncə görənlər var. Bir qızın müsahibəsini gördüm. Türk idi, səhv eləmirəmsə. Deyir ki, bəs Amerikada təhsil almağa gedib, Amerikada bəzi dostlar falan edilib. Flixdən gedib. Nəysə. Deyir ki, Amerikadakı qızlarla da dostlarımızla falan ətraf yaratdıq, söhbət falan eləyirik. Onlar məsələn məktəb biz qurtarmırıq. Qurtarandan sonra o dəqiqə universitetə verir. Hər gəncin öz həyat tərzi var və öz zövqləri var. Köhnə nəsil bununla uyuşmur deyənə çox vaxt tənqid olunurlar, qınanırlar. Əsas problemlərdən biri budur. İkinci olaraq Murad dedi, maddidir. Yəni həm iş barəsi, həm maaş barəsi. Maaş olaraq çox aşağıdır. Məsələn, rayondan falan gələn tələbələr olur ki, universitetdə oxuyurlar burada. İşdə paket çəkilirlər, maaşlar aşağı. Həm kirayə falan ödəyirlər, həm yemək içməyi, oxumağı, kitabları falan da. Bunlar əsasən maddi olaraqdır.